Hər kəsi salamlayıram. İzahımız deməli çoxüzlülər bölməsindən 2018-2024 aralığını əhatə edən bütün blok imtahanına düşmüş sualların izahları olacaq. Ümumiyyətlə imtahana hazırlaşan hər bir şagirdə uğurlar arzulayıram. İnşallah hər şey yaxşı olar. Bizim dəstək məqsədli ödənişsiz WhatsApp qrupumuza qoşulmaq üçün videonun rəy bölməsində linki yerləşdirəcəm. Qoşulub yararlanarsınız. Dəstək məqsədli artıq 10-cu videomuzdur. Hər birinizə uğurlar arzu edirəm. Başlayıram elə ilk sualla. Deyir ki, sualda həcmi belə olan düz prizmanın oturacağı düzbucaqlı üçbucaqdır. Bu prizmanın oturacağının katetləri və yan tili uyğun olaraq nisbətdə verilmişdir. Onun yan səthinin sahəsini tapın. Deməli, düz prizmanın oturacağı düzbucaqlı üçbucaqdır. Deməli, düz prizmadır, oturacağı düzbucaqlı üçbucaq olmalıdır. Bu şəkildə düzbucaqlı üçbucaqdır. 3-ün 4-ə nisbətində. Bura 3x-sə, bura 4x-dir. Burada deyir 4x-dir. Yan til. Onun yan səthinin sahəsini tapın. Həcmi də verilibdir. Həcmi bilirik ki, V bərabərdir. Ümumiyyətlə, bütün prizmaların həcmi S oturacaq vurulsun H ilə tapılır. 24 bərabərdir. Oturacağı düzbucaqlı üçbucaqdır. Ona görə sahəsi katetlər arasının yarısıdır. Katetləri bir-birinə vursaz 12x kvadratı yarısı 6x kvadratı. Hündürlük də gördüyümüz kimi deməli 4x-dir. Düz prizmadan söhbət getdiyi üçün. Buradan 24x-in kubu bərabərdir 24-ə. X də bərabərdir buradan 1-ə. X-i tapdıq. Yan səthin sayısı. Bura 4-üymüş, bura 3-üymüş. Burada 4-üymüşündə. Yan səthin sayısı S-yan bərabərdir. P oturacaq vurulsun. H-dır bütün prizmalar üçün. Bura 5 də aydın məsələdir artıq. 7, 12. Oturacağın perimetri 12. Vur H. H da 4-dür. Cavabımız eləyər 48. İkinci suala baxıram şagirdlər. Oturacağın tərəfi belə, həcmi belə olan düzgün dördbucaqlı prizmanın BDS kəsiyinin sahəsini tapın. Bir dənə baxaq, şəkil necədir? Düzgün dördbucaqlı prizmadır. Oturacağı deməli kvadratdır. Düzgün dördbucaqlı prizmadan, piramid deməli prizmadan söhbət gedir. Çəkər şəkil əvvəlcə. Düzgün dördbucaqlı prizmanın deməli ABD, burada nə yazıblar? ABD, A1. Yəqin belə olar da. A, B, C, D, A1, B1, C1 və D1. Bu misalda şəkli deyəsən belə deyil. Bir dənə dəqiq baxaq, şəkil hansı formadadır. Bir dəqiqə. Burada çünki BDS kəsiyi görsənmir. Hə, baxın bu şəkildədir şagirdlər. Bir də çəkirəm. Buranı verməyiblər. Yəni bu bir balaca burada çap səhvi gedib. Lakin sual belədir. Bir dənə şəkli çəkək. Deməli, bura A, bura B, bura C, bura D, bura A1, bura B1, bura C1, burada D1'dir. İndi mənə deyirdi ki, BDS, BDS, BDS1 daha doğrusu, BDS yox, BDS1 deməli kəsiyinin sahəsini soruşur. BD deməli BD bir də C1 deyək. Baxın bu şəkildə. Baxın bu kəsiyin, gördüyünüz bu kəsiyin bizdən sahəsi soruşulur. İndi burada şagirdlər belə eləyək də, həcm verilib bizə. Ümumiyyətlə prizmanın, düzgün dördbucaqlı prizmanın həcmi S oturacağı vur H ilə işlənir. Buradan H-ı tapsam 72-ni bölməliyəm
oturacağın kvadratı. Oturacaq da deməli oturacağın sahəsi. Oturacaqda kvadrat da 3 kök 2 tərəfi. Onda bu olacaq 3 kök 2-nin kvadratı. Bu da eləyir 9, 18, 4. Yəni hündürlük alındı 4. İndi nəyə fikir verirsiniz? Baxın diqqətlə. Bu diagonalın ortasıdır. Biz bilirik ki, oturacağın tərəfi 3 kök 2-dirsə, diagonal tərəfin kökdə 2 mislidir. Onda o diagonal 6-dır. Yəni bu BD var ha, bizə lazım olan üçbucağın oturacağı deyək də 6-dır. Bura aydın, ümumi 6-dır. Bu da, bax bunu bura çəksəm, bu deməli nədir? Tərəfin yarısı. Yəni 6-nın yarısı üzr istəyirəm, diagonalın yarısı, tərəfin yox, diagonalın yarısı. Bu da diagonalda zaten. Deməli, diagonalı da biz tapdıq, yəni BD-ni tapdıq ki, tərəfin kökdə 2 misli 6-dır. BD 6-dırsa, onda bura bir O deyək tutaq ki, OC-də diagonaldır da yenə, daha doğrusu diagonalın yarısıdır. Bu bütöv diagonal olduğu üçün onun yarısıdır. Elədi 3 cm. Bura alındı 3, OC alındı 3. İndi fikir versəniz əgər, mən buradan hündürlük çəkirəm. Diqqətlə baxın. Buradan oturacağa bir hündürlük çəkirəm. Oturacağa hündürlük çəksəm əgər, bu təbii ki 90 dərəcədir, bilirik. Bura 3-dür, bura 4-dür. Həmin o hündürlüyümüz elədi 5. İndi üçbucağın sahəsini də tapmaq üçün tərəfimiz BD-dir. Tərəfə çəkilmiş hündürlük 5-dir, hasilinin yarısı. Yəni 6 vur 5 bölü 2, cavab belədir 15. Belə bir sual idi şagirdlər. 3-yə baxıram. Sual 3. 3-də deyilir ki, tam səthin sahəsi belə olan düzgün tetraedrin tili. Ümumiyyətlə, düzgün tetraedrin tili kök 3 A kvadratı düsturundan tapılır. Tam səthi. 49 kök 3 olarsa, ada buradan eləyər 7. Til oldu 7. 4-cü sual. Oturacaqların tərəfi belə olan düzgün dördbucaqlı kəsik piramidanın, deməli, kəsik piramidanın həcmini tapın. Hündürlüyü də düzgün həcmini tapın. Belə hazır düsturda V bərabərdir 3-də 1 H kök altında S1 S2 və bir də kök altında mötərizədə kök altında S1 vur S2 düsturundan tapılır. Bu ümumiyyətlə bu kəsik piramidanın həcm düsturudur. İndi burada deyir ki, düzgün dördbucaqlı. Düzgün dördbucaqlısa aşağı və yuxarı oturacağı piramidanın, deməli kvadratdır. Yerdə yazırsınız 3-də 1 H-ım 6-dır. S1-im tərəf 6-dırsa sahəsi 36, tərəf 3-dürsə sahəsi 9 və bir də 6 və 3 verilib. 6 vur 3 kök altında 18. Oldu bu şəkildə. Hə, bir dənə burada S1 vur S2 yazmalıyıq. Yəni 36 vur 9 yazmalıyıq. Və salam. Cavabımız oldu bu şəkildə. 3-də 1-dən 6-nı ixtisar eləyin 2. 36 üstə 9 gələndə 45. Bu da sahələr idi də. Biri tərəf 6-dırsa 36-dır. Digər tərəf 3-də 9-dur. Buradan da 6 vur. Deməli neçə çıxır? 36-dan 6 çıxır. 9-dan 3 18. Bu da eləyir 2 vurulsun. 45 üstə gəl 18. 65, 55, 63, vur 2, cavabımız eləyər 126. Belə, bu da 4-cü sualdır şagirdlər. Asan suallar hələ ki 5. Düzgün dördbucaqlı prizmanın diagonalı belə, oturacaqları 60 dərəcə bucağa əmələ gətirib prizmanın həcmini tapın. Deməli, düzgün dördbucaqlı prizma çəkməliyik, diagonalı verib oturacaqları 60 dərəcəli bucağa əmələ gətirir. Oturacaqları. Bu yəqin ki belə olar. Diagonal oturacaqla 60 dərəcəlik bucağa əmələ gətirir olar. Baxın, yəni belə. Deyək ki bu bir dənə düzgün dördbucaqlı prizma çəkirəm. Düzgün dördbucaqlı prizma. Yəni oturacağı kvadrat olan. İndi deyir ki, bunun diagonalı 8-dir. Baxın, bu diagonalı da onun 8 cm verilib. Diagonalı oturacağı ilə 60 dərəcəlik bucağa əmələ gətirirsə, diagonal oturacaqla əmələ gətirdiyi bucaq, baxın bu bucaqdır.
Bunu da buradan bura çəkirsiniz. Diagonal oturacaqla 60 dərəcəli bucaq əmələ gətirir. Bu bucaq 60 dərəcədir. Diagonal özü də 8-dir. Bu bucaqdan da 30 dərəcədir. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısıdır. Bura 4-dür o zaman. Bura 4-dür. Hündürlük də tərəfin kökdə 3 mislidir. Digər katetin. Yəni hündürlüyümüz də 4 kök 3-dür. Bizdən soruşur prizmanın həcmini. V bərabərdir. Prizmanın həcmi S oturacaq. Oturacağı kvadratdır. Diagonalı 4-dür. Diagonallar hasilinin yarısıdır. Yəni 16/2-dir. Kvadratın sahəsi diagonallar hasilinin yarısıdır və tərəfin kvadratıdır. Vurulsun h. H da tapmışıq da 4 kök 3-dür. 8 vur 32 kök 3 cavabımız ola bilər. A variantı. Burada onu demək istəyir çox güman ki 6. Düzgün 6 bucaqlı piramidanın həcmini tapın. Sual altda. 4 bucaqlı piramidanın həcmini tapın. Ümumiyyətlə bütün piramidaların həcmi 3/1 S oturacaq vurulsun h. H burada hündürlük h-dan söhbət edir. Kiçik h apofemdir, o deyil. Deyək ki bu düzgün 4 bucaqlı piramidadır. Baxın. Bu düzgün 4 bucaqlı piramida olsa, indi bunun bizə deyir ki h apofem budur. Yan üzünün hündürlüyüdür. Bunu veribdir bizə 13. H da böyük h-da. Ümumiyyətlə piramidanın öz hündürlüyü də 12-dir. 12-dir. İndi mən bunu buradan birləşdirsəm, bilir ki apofem ilə kiçik r işlənilir. Bu da 5-dir. Bu tapdığımız 5 kiçik r-dir. Yan tillə böyük r işlənir. İndi oturacağı deməli bu kiçik r-dirsə, daxilə çəkimi çevrənin radiusudur. O zaman tərəfin yarısında kvadratın tərəfi 10 imiş deməli. 3/1 S oturacaq. Oturacağı 10'dur. Sahəsi kvadratın 100'dür. Vur h da 12'dir də. İxtisar gedir. Cavabım qalır 400. 7-ci suala baxıram. Piramidanın deməli hündürlüyü 18'ə bərabər. Oturacağının sayısı belə. Piramidanın oturacağına paralel keçirilmiş kəsik təpədən 9 cm məsafədədir. Kəsiyin sayısını tapın. Yəni belə deyək də, burada artıq oxşarlıqdan söhbət gedir. Piramidanın hündürlüyü, tutaq ki bu piramidadır şagirdlər. Baxın belə bir piramidadır deyək. Baxın bu piramidanın bir dənə şəkli çəkək. İki piramidanın öz hündürlüyü 18'dir. Yəni bura qədər məsafə 18 verilib bizə. Oturacağının sayısı da 800'dür. Oturacağına bir S1 deyək. O verilib bizə 800. Piramidanın oturacağına paralel keçirilmiş kəsik təpədən 9 cm məsafədədir. Deməli bir dənə oturacağına bir dənə paralel kəsik keçirsək şagirdlər, tutaq ki paralel bir kəsik keçirəm. Bunun sahəsi də buna da bir S2 deyək. Elə bunun sahəsini bizdən soruşur. Təpədən də məsafəsi, yəni bu məsafə 9 verilib bizə. İndi bilirik ki bunlar oxşar fiqurlardır. Çünki bu böyük piramida ilə bax bu gördüyünüz balaca piramida bir-birinə oxşardır. Çünki paralel keçirilmişdir. Onda mən oxşarlığı yazsam, deyəcəm ki S1-in S2-yə nisbəti bərabərdir. H1-in H2 deyək də, bu böyüyü də H2-dir. Buradan bura qədər 9'dur H1, bu da H2 olsun. Deməli S1 böyük, yəni S2-dən başlayaq. Böyükdən kiçiyi yazaq. Buna S2 böl S1 yazıram. Buna da H2 böl H1 yazıram. Bu 9 olsun H2. Bu böyük hündürlükdə olsun H1. H2 verilib bizə 9. Böyük hündürlükdə, piramidanın hündürlükdə 18'dir. İxtisar gedir. Daha doğrusu sahələr nisbəti k kvadratına bərabər olduğu üçün hündürlüyün də kvadratına bərabər olmuş olacaq. Bu da 2/1 olacaq 4/1. Gətirib yerinə yazsaz 4S2 bərabərdir S1. Buradan da bizə lazım olan S2'dir. S1'i bölürəm 4'ə. Yəni edir 200. Cavabım oldu 200. K kvadratı olduğunu unutmayın. S1 böl S2 bərabərdir K kvadratı. 8-ci suala baxıram. Sual 8. Deməli, düz prizmanın oturacağın tərəfi 9 olan rombdur. Düz
Düz prizmanın. Hə, rombdur. Prizmanın diagonalları verilibdir. Baxın, belə deyək də. Düz prizmadır. Yəni, şəkli çəkək. Bu şəkildə. Oturacağı rombdur. Tərəf də 9'dur. Bunlar 9 santimetrdir. Prizmanın diagonalları 10'dan 16. Deyək ki, bu verilib bizə 10. O birisi də 16'dır. 10 hündürlüyünü soruşur. 10 hündürlüyünü soruşur. Belə eləyirik. Belə eləyə bilərik. Deməli, diqqətlə baxaq. Bunu birləşdirsək buradan, diagonaldır da bu. Buna yazaq D1. Bu da 90 dərəcədir. Bu da H-dır. Desəm ki, H kvadratı üstəgəl D1'in kvadratı bərabərdir 10'un kvadratına. Diagonalın biri olsun 10, bu olsun 10. Elədi 100'ə. İkinci tərəfdən, əgər ikinci tərəfdən digər hündürlüyünü, daha doğrusu diagonalını çəkirəm. Baxın, bu oldu bunun ikinci diagonalı. İndi mən bunu bununla birləşdirsəm, D2 deyək də, bu diagonala da D2 deyək. Bu yenə də H-dır. Yazmalıyam. Pifagora görə H kvadratı üstəgəl D2'nin kvadratı bərabərdir. Növbəti diagonalda 16'dır. 256'ya. İndi tərəf-tərəfə toplasam, 2H kvadratı üstəgəl D1 üstəgəl D2 kvadratı. D1'in kvadratı üstəgəl D2 kvadratı bərabərdir 356'ya. İndi bunun yerinə mən 4A kvadratı yaza bilərəm. Düsturumuz var da, bilirsiniz. 4A kvadrat. A da 9'dur. Kvadratı 81'dir. Bərabərdir 356. 2H kvadratı bərabərdir 356 çıx 4, 324. H kvadratı bərabərdir. Bundan da bunu çıxsam eləyir 32 böl 2, yəni 16. Onda hündürlüyüm də elədi neçə? 4. Və salam, cavabımız oldu 4. 9-cu sualla davam edək. Sual 9. Deyir ki, oturacağının sahəsi belə olan düzgün üçbucaqlı piramidanın yan tilləri oturacaq müstəvisi ilə belə bucaq əmələ gətirir. Piramidanın hündürlüyünü tapın. Düzgün üçbucaqlı piramidanın. Deyək ki, bir dənə düzgün üçbucaqlı piramida var. Düzgün üçbucaqlı piramida. Çəksək belə. Düzgün üçbucaqlı piramidanın oturacağının sahəsi də 36 kök 3. Yəni düzgün üçbucaqlıdsa, onda bu bərabər tərəfli üçbucaqdır. A kvadratı kök 3 böl 4'ü siz bərabər eləsəz 36 kök 3'ə. Bunlar gedər. A buradan alınır 12. Tərəf tapdınız, elədi 12. Yan tilləri oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Yan til oturacaq müstəvisi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Bunun üçün nə edirik? Bir dənə biz hündürlük endirirdik. Bu yan tillə oturacaq müstəvisi arasındakı bucağı tapmaq üçün, yəni biz buna bir xət kimi baxırdıq. Ona bir dənə hündürlük endirirdik. Bunu birləşdirirdik. Həmin o xət ilə, lor dildə desək, bu proyeksiya arasındakı bucağa müstəvi ilə əmələ gətirdiyi bucaq deyirdik. Bura aydındır artıq. İndi bunu buradan birləşdirsək, 90 dərəcə, burada 30 dərəcə olacaq. İndi biz bir də bilməliyik ki, bu yan tillə işlənən həmişə böyük yerdir. Apofemlə işlənən kiçik yerdir. Bərabər tərəfli üçbucağın böyük yer düsturu da A kök 3 bölünsün, deməli 3 düsturunla tapılırdı. Tərəf 12'dir, eləyir 4 kök 3 buradan. Deməli böyük yer 4 kök 3 imiş. Piramidanın hündürlüyünü soruşur şagirdlər. Burada 60 dərəcədir. 60 dərəcəli bucaq qarşısındakı katet 4 kök 3'dürsə, onda bizə lazım olan tərəfi, yəni katet 4 imiş. Ki 60 dərəcənin qarşısı 4 kök 3 ola bilir. Cavabımız oldu 4. Növbəti sual 10. Düz paralelipipedinin, bunlar 1 deyək ki, A1, D1, hündürlüyü verilib, oturacağın tərəfləri verilib, AC diagonalı belə olarsa, paralelipipedin BD1 diagonalını tapın. Deməli, düz paralelipipedinin hündürlüyü, yəni düz paralelipiped çəkək. Bu düz paralelipipeddir. ABCD, ABCD, A1,
B1, C1 və D1. Deyir ki, düz paralelipedin hündürlüyü düz dediği için bu 90 dərəcədir. 3 kökdə 2'dir. ABC'de oturacağının tərəfləri 3 və 5'dir. Bura 3'dür, bura 5'dir. Bizə deyir ki, AC diagonalı da AC diagonalı. AC diagonalı. Hə, bu diagonal. Baxın, bu diagonalı da bizə veribdir. Neçə? 6. Bizdən soruşur ki, BD1 diagonalını tapın. BD1 diagonalını. Bu diagonalı soruşur. Ümumiyyətlə, paralelipedin diagonalını soruşur. İndi bu oturacağı fikir verin 3-5 diagonalın birini de verib 6. Deməli bu paralelogramdır. Düzbucağı yoğun gəlmir. Ona görə də bunun yazın düsturumuz vardı. D1'in kvadratı üstəgəl D2'nin kvadratı bərabərdir 2A kvadrat üstəgəl B kvadratı ilə. Onda yazsaq bunu deməli 6'nın kvadratı üstəgəl D2'nin kvadratı bərabərdir 2 vurulsun 9 üstəgəl 25. 25 9. Buradan D2'nin kvadratı bərabərdir 34 68 çıxılsın 36. Buradan da D2'nin kvadratı bərabərdir 32 qalar. İndi bu qalsın. Bizdən soruşur ki, BD1 diagonalını tapın, bunu tapın deyir. Bunu tapmaq üçün bunu buradan birləşdirin. Düz paraleliped olduğu için bu da buna 90 dərəcədir. Burada bir düzbucaqlı üçbucaq görürsünüz. Baxın bu düzbucaqlı üçbucağa fikir verin. Bu düzbucaqlı üçbucağın katetləri biri 3 kök 2'dir. Bu elə ona bərabərdir. Bu da hündürlükdür axı. DD1 CC1'ə bərabərdir. Tərəflərimiz, diagonalımız kök 32 alındı buradan. D2 bərabər kök 32. Deməli yazmalıyam nə? D2'nin kvadratı üstəgəl 3 kök 2'nin kvadratı bərabərdir BD1'in kvadratına. Buradan eləyəcək BD1 bərabərdir 32 18 50. BD1 elədi kök altında 50. Kök altında 50 də 5 kök 2 deməkdir. Belə bir maraqlı sual idi bu. Belə yəqin başa düşə bildiniz. Fikir verdinizsə bu oturacaq düz prizmadır. Düz paraleliped daha doğrusu. Oturacağı paralelogram oldu. Çünkü 3-5 diagonaldan biri 6'sı digər diagonal əgər soruşulursa, deməli bu romb deyir, bu paralelogramdır. Paralelogramdan biz D2'ni tapdıq. D2'ni neçə tapdıq? Tapdıq kök 32. Və burada bu DD1 BD-yə oldu perpendikulyar. Çünki düz prizma olduğu üçün. Və oradan katetlər, kvadratları cəmi Pifagoru tətbiq edib BD1'i tapdım. Elədi 5 kök 2. Növbəti 11-ci suala baxıram. 11-ci sualda nə deyir bizə? İki düz deməli dördbucaqlı prizmanın neçə müstəvi bucağı var? Dördbucaqlı prizmanın ümumiyyətlə müstəvi bucaqları necə tapılır? Ümumiyyətlə qaydanı deyək. Dördbucaqlı prizmanın bilirsiniz ki 8 təpə nöqtəsi var. Hər təpə nöqtənin də 3 müstəvi bucağı var. Onda 3'ü vurun 8'ə 24 dənə müstəvi bucağı olacaq. Və bu aydın məsələdə bunu görmək mümkündür. Sən deyək ki bu düzgün. Məsələn bu olsun prizma. Bu prizmanın baxın bu təpə nöqtəsini götürsək müstəvi bucaqlarına fikir verin. Biri bura, biri bura, bir də bunun arasında. Bu bir də göstərirəm, o hissəyə fikir verin. Deyək ki biri budur, qırmızı ilə göstərdiyimiz. Biri budur, bir təpə nöqtəyə uyğun olaraq. Bir də bu ikisinin arasında deyək də bu hissə. Aydın olur da yəqin ki. Sən burada da görmək olar bax bunu. Biri budur, biri budur, biri də budur da. Bir təpə nöqtəyə görürsünüz 3 müstəvi bucağı var. 8 təpə nöqtəyə də 24 müstəvi bucağı olacaq. Növbəti 12-ci suala baxıram. Bütün üzvləri bərabər tərəfli üçbucaq olan piramidanın oturacağının daxilinə çəkilmiş çevrənin radiusu belə olarsa onun tam səthinin sayısını tapın. Bu bütün üzvləri bərabər tərəfli üçbucaq olan piramida bilirik ki tetraederdir. Tetraeder. Bu tetraederin daxilinə çəkilmiş çevrənin radiusu bu düsturu çıxartmaq olar, lakin hazır şəkildədir. A kök 6 bölünsün 12'dir. Böyük yer soruşsaydılar A kök 6 bölünsün 4'dür. Hündürlüyünü soruşsalar A kök 6 bölünsün 3'dür. Tam səhti kök 3 kvadratı, həcmi və s. bunların hamısını bilmək lazımdır. Yəni bilsəz pis olmaz.
Görürsünüz ki hazır formada düşür. Kiçik r verilib bizə kök 3 bərabərdir a kök 6 bölünsün 12. Deməli a kök 6 bərabərdir 12 kök 3. Buradan a bərabərdir 12 kök 3'ü bölmək lazımdır kök 6'ya. 12 kök 3. Bu da kök 3 vur kök 2 deyək. Bunlar getdi. Cavabım burada qaldı 6 kök 2. 12'nin kök 2'yə böldüm. Tərəf 6 kök 2. Onun tam səthinin sahəsini soruşur. Tam səthinin sahəsi. Tam səthin sahəsi də s tam bərabərdir. Kök 3 a kvadratı düsturundan tapılır. Kök 3 a kvadratı. Burada da kvadratını tapsam 36. Bu da eləyir deməli 72 kök 3. Variantlarda 72 kök 3 yoxdur. Deməli hardasa ya diqqətsizlik ya da testdən nəsə bir şey. Bir də baxım suala. Bütün üzvləri bərabər tərəfli üçbucaq olan piramidanın oturacağının daxilinə. Şagirdlər baxın, oturacağının daxilinə. Oturacağı bərabər tərəfli üçbucaqdır. Bunun daxilinə çəkilmiş piramida tetraedrin demir. Deyir ki, oturacağındakı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu bizə verilibdir neçə? Kök 3. Bunu deyir bizə. Dənə buranı düzəldək bu hissəni. O zaman kiçik yerimizin bərabər tərəfli üçbucaqda düsturu necədir? A kök 3 bölünsün 6. Yerinə yazsam kök 3 bərabərdir. A kök 3 bölü 6. Kök 3'lər ixtisar getdi. A bərabərdir 6. Tərəf 6 elədi. Tam səthin sahəsi də s tam bərabərdir. Kök 3 a kvadratı düsturundan tapılır. Bu da elədi 36 kök 3. Vəssalam. Bitdi. Burada tetraedrin daxilinə çəkilmiş demir. Buradakı böyük yerdən kiçik yer daxilə çəkilmiş kürələrin radiusu daxilə çəkilmiş. Lakin burada oturacağının daxilinə, yəni oturacağındakı fiqur bərabər tərəfli üçbucaqdır. Onun daxilinə çəkilmiş çevrənin radiusunu veribdir. Diqqətli olmaq lazımdır. Sual 13'ə baxıram. Sual 13. Burada deyir ki, deməli düzgün üçbucaqlı piramidanın hündürlüyü h-dır. Bir dənə düzgün üçbucaqlı piramida çəkirəm. Belə bir düzgün üçbucaqlı piramida olsun. Şagirdlər baxın, bunun hündürlüyü h-dır. Bir dənə buradan hündürlüyü indirin. Bu h-dır. Bizə deyir ki, yan tillə fi bucağı əmələ gətirir. Yan tillə böyük yer işlənir bildiyimiz kimi. Fi bucağı əmələ gətirir. Bu bucağımız fi bucağıdır. Bizə deyir piramidanın həcmini tapın. V bərabərdir. Bütün piramidaların həcmi s oturacaq vurulsun. Piramidalardan söhbət getdiyi üçün 3/1'dir. Hətta 3/1 s oturacaq vurulsun h düsturundan tapılır. Dedik ki, düzgün üçbucaqlı piramida olduğu üçün düzgün üçbucaqlı piramida. Buna bir AA desək, bərabər tərəfli üçbucaqdır. Oturacağının sahəsi, daha doğrusu S oturacaq lazımdır bizə. Bir də vurulsun H lazımdır. İndi bunu belə yaza bilərik biz. Eləməliyik ki, H-la orada əlaqəni biz quraq. Bunu belə eləyin də, bu fi bucağına görə tangens fi nəyə bərabərdir? Qarşıdakı katetin bitişik katetə nisbəti, yəni H-a nisbətinə. İndi buradan R-i tapsaz, R bərabərdir H vur tangens fi. İndi baxın nə edirəm, bu qalsın burada. Oturacağı da baxın belə deyək də V bərabərdir 3/1 S oturacaq nədir? A kvadratı kök 3 bölünsün 4'dür. Vurulsun bir dənə də H var. İndi A kvadratını mən R ilə əvəz eləyəcəm. R-in də yerinə gətirib bunu qoyacağım. İndi belə deyək də bu bərabər tərəfli üçbucağın xaricinə çəkilmiş çevrənin radius düsturu A kök 3 bölü 3'dür. Bunu kvadrata yüksətsəm olur R kvadratı bərabərdir 9'da 3 A kvadratı. İxtisar getsə 3A kvadratında 3'də A kvadratı bərabərdir R kvadratı aldıq. Buradan da mən nə etmək istəyirəm? A kvadratını tapmaq. A kvadratı bərabər olur 3R kvadratına. İndi şagirdlər baxın bu düstur var ha, baxın bu düsturda, baxın bu düsturda. Gətirib A kvadratının yerinə yazıram bunu. Yazsam olurmu belə? 3/1. 1'i yazmıram. A kvadratının yerinə 3R kvadratı yazıram. 3R kvadratı vur bir dənə kök 3 var, vur bir də H var. İndi buradan bərabərdir. Bu üçlər gedər.
Bir də burada 4 var da, vurulsun 4 var. Bu üçlər gedər. Aşağıda qalar 4. R kvadratı. R kvadratının yerinə də bir dənə baxın, bunu kvadrata yüksəltsəm, olurmu? H kvadratı, tangens kvadratı fi, bir dənə kök 3, vurulsun bir dənə də h var. Onda yekunda cavabım nə alınır? 4-də h kubu, kök 3, bir də tangens kvadratı fi. Baxın, belə bir cavab. Yəni, cavabım A variantı. Bu 13-cü sual idi. 14-cü suala baxıram. Sual 14. Bu tipli suallarda bilin, bunlarda çox iştirak edir. Oturacağın tərəfləri belə olan 5-5-6 həcmi belə olan üçbucaqlı piramidanın hündürlüyünü tapın. Həcmi bütün piramidaların həcmi 3-də 1 s oturacaq vurulsun h-dır. İndi oturacaq, deməli, hündürlük lazımdır bizə. Buradan da aydın məsələdir. 3v bərabərdir. S oturacaq vur h. H-ı tapsam 3v böl s oturacaq. İndi 3 vurulsun 80, 240. S oturacaq yoxdur. S oturacaq da üçbucaqdır. Fikir verin, bərabər yanlı üçbucaqdır. 5, 5, 6. Yəni təpədən hündürlük median xassəsini eləsək, bura 3, bura 3, bura 4. Hündürlük alındı 4. Tərəfə çəkilmiş hündürlük hasilinin yarısı sahədir. Bu da elədi 12. Gətirib yerinə yazıram, eləyər 20. Hündürlüyüm oldu 20. 15-ci suala baxıram. 15. Birinci kubun həcmi ikincinin həcminin, deməli birinci kubun həcmi V1, ikinci kubun həcminin onda 8%-ni təşkil edir. 0,8%. Faizdən ədədə keçmək üçün bilirsiniz ki, bunu 100-ə bölmək lazımdır. İləsin 0,8. Birincinin səthinin sahəsi S1 böl bizdən S2-ni soruşur. Bunu tapmaq üçün əvvəlcə K-nı tapaq. Bilirik ki, K kubu bərabərdir həcmlər nisbətinə. Onda buradan K neçə eləyər? K eləyər oxşarlıq əmsalı 0,2. 0,2-nin kubu 0,8 eləyir. Gətirib yerinə yazsam, burada yerinə yazsam, sahədə K kvadratıdır bilirsiniz. Bu da eləyər nə? 0,4. 0,4 də faizi çevirin. Deməli 100-ə vursanız 4% deməkdir. 15 idi bu. 16. 16 nömrəli sual. Düzgün kəsik piramidanın oturacaqları xaricində çəkilmiş çevrənin radiusu 25 və 10-dur. Oturacaqlarının xaricində çəkilmiş çevrənin radiusu verilib. Hündürlüyü 8 verilib. Kəsik piramidanın yan telini deyir tapın. Yəni kəsik piramida çəksək, deməli, düzgün kəsik piramidadır. Düzgün kəsik piramidadırsa, oturacaqları kvadratlardır. Kvadratlardırsa əgər, xaricində çəkilmiş çevrələrin radiusları 10-la 25. Belə deyək də, bu kvadratdır da ki, kvadratın əgər xaricinə çevrə çəkirəmsə, həmin o çevrənin radiusu, baxın, bu radius, məsələn, verilib 10. Deməli, diagonal onda 10, deməli 20-dir. 10, 10, 20-dir, yarıya bölünür. Diagonal 20-dirsə, onda tərəfim 10 kök 2-dir. Deməli, bu tərəfim 10 kök 2-dir. Çünki tərəfin 10 kökdə 2-nin kökdə 2 misli diagonala bərabər olmalıdır. Bunu bildik. Bura 10 kök 2-dir. Bu da kvadratdır da ki, kvadratın yenə xaricinə çevrə çəkilibdir. Xaricə çəkilmiş çevrənin radiusu 25-dir. Şagirdlər, bura 25-dirsə, bura da 25-dir, 50-dir. Onda tərəf 25 kök 2-dir. Yəni, bura 25 kök 2-dir. Xaricinə çəkilmiş. Hündürlük 8-dir. Bu da bizə verilib 8. Bu da bizə verilib 8. İndi bizə deyir ki, kəsik piramidanın yan tilini tapın. Bizə yan tili lazımdır bunun. İndi. Yan tilini tapmaq üçün heç bu tərəf tapmaya ehtiyac yoxdur deyəsəm. Baxın, mən bunu buna birləşdirsəm. Baxın, bunu buna birləşdirdim. Bunu da buna birləşdirirəm.
Burada nə yarandı? Trapesiya yarandı. Baxın, o trapesiyanı qırağa çıxardıram. Baxın, belə bir trapesiyadır. Böyle bir trapesiyadır. Bize buranı veribdi. Birinin radiusunu vermişti 10. Buranı 10 vermişti. Buranı da 25 vermişti. Hündürlüğünde 8 verilmişti. Piramidanın yan tilini soruşurdu. Heç tərəf tapmaya ehtiyac yox idi. Biz tapdıq, eybi yox. Bura 8'dir. Bunda bura 10'dur. Bura 15 qaldı. 15, 8 növbəti Pifagora'da da 17'dir. Yəni cavabımız oldu 17. Belə də tapa bilərdiniz. 17-ci sual. 17'də deyir, düzgün dördbucaqlı piramidanın hündürlüyü apofemlə belə bir camilə gətirib piramidanın həcmini tapın. Eyni tipli sualdır yenə. İşləyək. Düzgün dördbucaqlı piramida deyil. Baxın, düzgün dördbucaqlı piramida. Düzgün dördbucaqlı piramidanı çəkək əvvəlcə. Düzgün dördbucaqlı piramidanın hündürlüyü, bu hündürlüyüdür onun. Oldu bunun hündürlüyü. Hündürlüyü h-dır apofemlə. Apofemdə yan üzün hündürlüyüdür. Bir yan üzünə hündürlük çəkirəm. Apofem ilə, bunu da birləşdirin. Apofemlə dedik ki, kiçik erişlənir. Apofemlə deməli fi bucağı əmələ gətirir. Baxın, bu bucaq fi bucağıdır. Piramidanın həcmini soruşur. Bütün piramidaların həcmi 3/1 S oturacaq. S oturacaq, vurulsun h-dır. İndi bu da h verilib bizə. Bura h verilib. İndi bayaqki kimi yazsaq, yuxarıdakı sual kimi tangensinə işləyirəm. Tangens fi bərabərdir. Cavabda kotangens də var, tangens də var. Görə tangensinə işləyək. Tangens fi bərabərdir. Qarşıdakı katetin biçik katete nisbəti. Yəqin ki, buradan eğri tapacağım. H vur tangens fi. Qalsın bu burada. Piramidanın indi həcmi üçün S oturacaq. Oturacağı da kvadrat. Bu kiçik yer kvadratın daxilində çəkimi çevirən radiusudur. Daxilində çəkimi çevirən radiusudursa, tərəf A olsa əgər, bunlar A olsaydı, onda R olacaqdı A bölünsün 2, tərəfin yarısı. Tərəfin yarısı. Burada da V bərabərdir 3/1 S oturacaq. Kvadratın sayəsidir A kvadratı. Vurulsun H. H da qalsın, cavab deyil H-larlandır. İndi mən A-nın yerinə buradan A bərabərdir 2R görürəm. Buradan onda A kvadratını tapsam 4R kvadratı yazmalıyam. Gətirib yerinə yazıram. 3/4 bura kiçik R yazım. 4R kvadratı vurulsun H. İndi R-in də yerinə, baxın buradan işarə verirəm. R-in də yerinə bunu gətirib yazsam burada, kvadrata yüksəldib yazsam birbaşa, olar mı? 3/4 h kvadratı, bir dənə də h var, h kubu, bir də tangens kvadratı fi. Belə bir cavab. 3/4 h kubu tangens kvadratı fi C variantı. Gördünüz, yenə də bu tipli sual düşdü. Bunlara gərgin diqqətlə baxmaq lazımdır. 18. Tili belə olan kubu verilmişdi. SS1 və DD1 düz xətləri arasındakı məsafəni tapın. Deməli, belə bir kub verilib bizə əvvəlcə. Deyir ki, ABCD kubudur. A, B, C, D, A1, B1, C1 və D1 kubudur. CC1 və DB1. DB1. Deməli, bu DB1 ilə CC1. Baxın, bu CC1 düz xətləri arasındakı bucağı soruşur. Daha doğrusu məsafəni soruşur. Bu düz xətlər, şagirdlər, deməli çarpaz düz xətlərdir. Fikir verin, nə paraleldir, nə kəsişmirlər. Deməli çarpaz düz xətlər arasında bizə bucağı soruşur. Bunun üçün sizə bir neçə üsul deyəcəm. İçlərindən seçib özünüzə uyğun, rahat olan üsulu götürərsiniz. Yəqin ki, ikinci üsul daha rahat olacaq. Birinci həll üsulunla deyirəm, ikincisi düstur üsulunla da deyəcəm. Yadda saxlayarsınız, həmin qaydada asanlıqla yazarsınız. Bu kubu biraz səlqəli çəkək, biraz
ölçülər bir-birinə bərabər görsənsin. Diqqətlə baxın. Biraz səliqəli çəkək bunu. Bu A'dır, bu B'dir, bu C'dir, bu da D. Bu A1, deməli bu B1, bu C1, bu da D1'dir. Bizə deyirdi ki, C1 ilə C1 ilə DB1, DB1 diaqonalı arasındakı bucağı soruşurdu. Bu tərəfdən belə çəkməliyəm də bunu, belə deyək, diaqonalı. Bu tərəfdən görüntü biraz sizə çətin olacaqdır. Yerlərini dəyişirəm. A, B, C, D belə deyirəm. Fərq eləməz. Sadəcə görüntü üçün edirəm bunu. Bura A1, bura D1, bura B1, bura da olsun C1. İndi baxın, bu tərəfdən görmək rahatdır. DB1 ilə, baxın, bu DB1 ilə bayaq çəkəndə biraz yaxşı görsənəsi deyildi. Baxın, bununla deyir ki, C1 görürsünüz də budur. Bunun arasında qalan, daha doğrusu bunlar arasındakı məsafəni soruşur. Bu C1 ilə C1'in ortasından bunları birləşdirin. Baxın, bunları birləşdirib, burada bir bərabər yanlı üçbucaq qurub, bunlar bərabər yanlı üçbucaqlardır. Buradan həmin o B1 D'yə qədər tapacağınız perpendikulyar 2 çarpaz 2 düz xət, yəni DB1 ilə C1 çarpaz düz xətləri arasındakı bucaq olacaq şagirdlər. İndi dedi ki, tili 4 kök 2-dirsə, bura 2 kök 2-dir, burada 2 kök 2-dir. Aydın məsələ. İndi bu kubun diaqonalı DB1. Bilirik ki, tərəfin kökdə 3 mislidir. Kubun diaqonalı tərəfin kökdə 3 mislidir. Burada 4 kök 6 eləyəcək onda. 4 kök 6. Bərabər yanlı üçbucaqda təpədən çəkilmiş hündürlük həm tənbölən, həm median olduğu üçün onda 4 kök 6'nın yarısı. Burada 2 kök 6'dır. Burada 2 kök 6'dır. Bura bir K deyək, burada bir F deyək. Bizə KF lazımdır. KF'i tapmalıyıq. İndi nə edirəm? Diqqətlə fikir verin. Bura 2 kök 2'dirsə, yarısıdırsa. Fikir verin, bura 2 kök 2'dirsə. Burada kubun tilidir də zaten 4 kök 2 verilibdir. Bunlar arasında bucaqda 90 dərəcə söhbət kubdan gedir çünki. Onda mən bu məsafəni FB1 məsafəsini Pifagor teoreminə görə tapıram. 4 kök 2'nin kvadratı 32. Üstə gəl 2 kök 2'nin kvadratı 4, 8. Elədi neçə? Kök altında 40. Yəni 2 kök 10. Bura aydın 2 kök 10. İndi baxırsınız hansı üçbucağa deyim? Baxın bu üçbucağa. Biraz balacaladım. Məhduddur artıq bu hissə. Biraz balacalatmağa məcburam. Deməli baxırsınız bu üçbucağa. Üçbucaq, düzbucaqlı üçbucaqdır. B1, K, bir də F üçbucağına. Bu üçbucaq düzbucaqlıdır. Katetləri, hipotenuzu verilibdir. B1 F'ini də tapdıq. 2 kök 10. İndi mən KF'i necə taparam? KF'in kvadratı üstə gəl 2 kök 6'nın kvadratı bərabərdir 2 kök 10'un kvadratına, yəni 40'a. Buradan da FK kvadratı bərabərdir 16'ya. Onda FK da bərabərdir 4'ə. Elə biz FK-nı axtarırdıq. Yəni cavabımız oldu 4 cm. Bu bunun həll üsulu şagirdlər. İkinci üsulumuz da odur ki, kubda çarpaz düz xətlər arasında bucaq soruşulanda, həmin o, daha doğrusu tərəf soruşulanda məsafə, deyək ki, o M məsafəsidir. Onu tapmaq üçün bu düsturdan istifadə edin. A kök 2 bölünsün 2 düsturundan. A tildir. Və bir də təkrar edirəm. Kubda çarpaz, parallelepiped olsun, kub olsun, çarpaz düz xətlər arasında məsafə soruşulsa, A kök 2 böl 2 düsturundan istifadə edin. Həmin o məsafədir, yəni KF məsafəsidir. Til 4 kök 2'dir. Bir dənə kök 2'yə vurun, 2'yə bölün. Cavabınız eləyər elə 4 cm. Bu da bunun asan üsulu. 18 idi bu şagirdlər. Bu biraz çətin sual idi.
Həqiqətən maraqlı sualdır daha doğrusu. Çətin deməyək. Belə nisbətən çətinliyi artırılmış da demək olar. Yəni görürsüz ki, bu tipli suallarda iştirak edib bilməyiniz vacibdir. Çarpaz biraz çaşdırıcıdır. O bilməyiniz vacibdir. Üçbucaqlı DABS piramidasında DA yan tiri ABS oturacaq müstəvisinə perpendikulyardır. Hamısı bir-birinə bərabərdir. D təpəsindən BS düz xəttinə qədər məsafə verilib. Piramidanın hündürlüyünü soruşur. Deməli, belə bir piramidadır. Belə bir piramidadır. ABS oturacaq müstəvisinə. BAC A 90 dərəcədir. BAC bu da D'dir. Bura 90 dərəcədir. 90 verilibdir. Mənə deyir ki, DA yan tili ABS oturacaq müstəvisinə perpendikulyardır. AD AB-yə bərabərdir. AD bərabərdir AB-yə. O da bərabərdir AC-yə. O da bərabərdir buna. BC D təpəsindən BC düz xəttinə qədər məsafə verilib, piramidanın hündürlüyünü soruşur. Deməli, D təpəsindən BC düz xəttinə qədər məsafə çəkilməlidir hətta. Bu məsafə çəkilməlidir. İndi bu şəkildə, bu formada şəkildə tam yaxşı görmək mümkün olmayacaq. Baxın, mən şəkli indi bu şəkildə, bu formada çəkirəm. Baxın, indi asanlıqla görmək mümkün olacaq. Bunu yazaq belə. Bunu belə çəkək bir dənə. Baxın, bu şəkildə çəkirəm. Diqqətlə baxın. Deyək ki, deməli, deməli, DA yan tili perpendikulyardır. Onda bura A yazıram, bura B yazıram, bura da C yazıram. DA, baxın, bunu perpendikulyar qaldırsam, buradan perpendikulyar qaldırsam, çünki deyir, DA yan tili ABS oturacaq müstəvisinə perpendikulyardır. İndi bunu birləşdirirəm burada. Yarandı nə? Piramida. Baxın, piramidanı belə də çəkə bilərik. Bu özü də BAC də 90 dərəcədir. Bura 90 dərəcədir. Bu özü də buna perpendikulyardır. İndi diqqətlə baxın. Çox gözəl məsələdir həqiqətən. Nəyə görə? Çünki burada AD AB-yə bərabərdir verilibdir. AD, baxın bu AD tərəfi bərabərdir AB-yə. Buna, o da bərabərdir AC-yə. Bunlar hamısı bir-birinə bərabərdir. D təpəsindən BC düz xəttinə qədər məsafə, baxın, buradan bura qədər məsafəni də bizə veribdir 5 kök 6. 5 kök 6. Mənə deyir ki, piramidanın hündürlüyünü tapın. Bu DA yan tili oturacaq müstəvisinə perpendikulyar olduğu üçün elə bu piramidanın hündürlüyüdür də. Bu piramidanın hündürlüyüdür. Bizdən belə bu H-ı soruşur. İndi nə edəcəyik? Baxın, diqqətdən. Deməli, bərabərdir. Buna A deyirəm. Başqa nə ilə göstərək? Bu A-dırsa, bu da A-dır. Onda bu CB nədir? Hipotenuz. Tərəfin kökdə 2 mislidir. Bura elə də A kökdə 2. Elə bu da buna bərabərdir. A-dır. İndi mən buradan A-dan bura bir dənə hündürlük endirirəm. Baxın, bura bir hündürlük endirdim. Bu hündürlük bərabər yanlı düzbucaqlı üçbucağın hündürlüyüdür. O həm hündürlük, həm də nədir? Tənböləndir, həm də mediandır. Onda mediandırsa əgər, bu M deyək də, bunu pozuram, bura A kökdə 2 idi bildiniz. Bu AM medianı hipotenuzun yarısıdır. Yəni burada A kök altında 2 bölünsün 2'dir. Diqqətli oluruq. İndi bir baxırsınız bu üçbucağa, baxın. D üçbucaq, D, A, M-ə. DAM üçbucağında katet A'dır, A kvadratı. Digər katet A kök 2'dir. Onun kvadratı eləyir 4'də 2, 2'də 1 A kvadratı. Hipotenuzda 5 kök 6 verib. 5 kök 6'da 25 vur 6 elədi 150. Oldu belə. Diqqətdən baxın. 25 vur 6 150. Bu da eləyir. Hər tərəfini 2'ye vurun. 2A kvadratı üstəgəl A kvadratı bərabərdir 300.
A kvadratı bərabərdir 100-ə, A da bərabərdir 10-a. Elə bizdən bunu soruşurdu, hündürlüyü. Elə cavabımız elədi 10. Baxın, maraqlı sualdır bu. Və biraz da çətinliyi artırılmış sualdır. Belə suallar imtahanda çox olmur, lakin ümumiyyətlə blok imtahanında bir 3 dənə sual, 4 dənə sual, 4-dən artıq olmaz, 3-4 aralığı bu tipli suallar olur. Söhbət bu bölmədən getmir. Ümumiyyətlə bu tipli suallar olur ki, biraz düşündürücü suallar deyək. Davam edək 20. Deməli, hündürlüyü belə, yan üzünün oturacaq müstəqil əmələ gətirdiyi iki üzlü bucağın sinusu düzgün dördbucaqlı piramidanın. Deməli, bir dənə düzgün dördbucaqlı piramida çəkirəm. Hündürlüyü bu qədər. 24. Bu çəkə hündürlüyü buradan. Hündürlüyü 24. Yan üzünün müstəqil əmələ gətirdiyi iki üzlü bucaq. Yan üzünün müstəqil əmələ gətirdiyi iki üzlü bucağı çəkmək üçün bura bir dənə endirik apofem. Bunu buradan birləşdiririk. Bu bucaq oldu bizə iki üzlü bucaq. Bu da bilirsiniz apofemlə kiçik yer işlənir. Diqqətli oluruq. Hündürlüyü 24'dür. Bura 24. İki üzlü bucağın sinusu 12'nin 13'e nisbətidir. Deyək ki, bu alfadır. Bu alfa bucağının sinusu necə tapılır? Qarşıdakı katetin hipotenuza nisbəti. 12'nin 13'e nisbəti. Onda bu 12K olsun. Bu da 13K olsun. 13K. Şimdi bu 12K'nı da hündürlükdür. Bizə 24 veriblər. Onda K eləyir 2. Deməli bura 24 olsa əgər, bura 24 olsa, bura olmalıdır 26. Onda Pifagor teoreminə görə də bu kiçik R olur 10. Düzgün dördbucaqlı piramidanın yan səthinin sahəsi də S-yan bərabərdir. 2-də 1. P oturacaq vur H-dır. P oturacaq vur H apofemdir. 2-də 1. Oturacağı 2-də 1. İndi biz daxilə çəkimi çevirən radiusunu tapdıq. 10. Onda tərəf onun yarısıydı. Daha doğrusu tərəfin yarısı radiusuydu. Çünki daxilinə çevirə çəkilirsə kvadratın daxilinə çevirə çəkiləndə daxilə çəkimi çevirən radiusu kvadratın tərəfinin yarısıdır. Tərəf 20-dirsə perimetr 4-ə vurdum 80-dir. H apofemim də 26-dır. Bundan bu ixtisar gedir, qalır 40. 40 vur 26. 40 26-ya vururuq. Cavabımız olur o. Vəssalam. Növbəti 21-ci suala baxıram. Sual 21. Düzgün üçbucaqlı piramidanın təpədəyi müstəvi bucağı 90 dərəcədir. Tam səthin sayəsinin yan səthin sayəsinin nisbətini tapın. Deməli, belə bir düzgün üçbucaqlı piramidanın təpədəyi müstəvi bucağı, bu müstəvi bucağı 90 dərəcədir. Piramidanın düzgün üçbucaqlı piramidanın deməli oturacağı kvadrat, daha doğrusu bərabər tərəfli üçbucaqdır. Tam səthinin piramidadan söhbət gedir. Piramidanın tam səthi S tam bərabərdir. S-yan üstə gəl, S oturacaq. S deməli yan səthi isə dedik ki 2-də 1 P oturacaq vurulsun H apofem düsturundan tapılırdı. İndi burada düzgün üçbucaqlı piramida deyir. Düzgün üçbucaqlı piramida deyirsə bu yan tillər bir-birinə bərabərdir. Bunlara AA yazırıq. İndi bu 90 dərəcədə fikir verin, müstəvi bucağı 90 dərəcədirsə, onda bu üçbucağın bu hipotenuzu olacaq A kökdə 2. Bura A kökdə 2 olsa piramidanın deməli indi bu düzgün üçbucaqlı piramida olduğu üçün dedik ki bunlar da bir-birinə bərabərdir. Bərabər tərəfli üçbucaqdır. Onda bu da olur elə. Onda bu da olur elə nə? Bir-birinə bərabər olduğu üçün bu da A kökdə 2 ilə, bu da A kökdə 2.
İndi vəssalam, hər şey hazırdır. İndi gətirib hesablamaq lazımdır. Esyan, estamı hesablayıram birinci. Estam nəyə bərabərdir? Esyan, əvvəlcə esyanı hesablayaq ya da esyan bərabərdir 2-1 P oturacaq. Oturacağın perimetri. Toplayıram da bunları. Oturacağı üçbucaq, düzgün üçbucaq olduğu üçün 3 dənə A kök 2 vurulsun H. İndi burada H apofemi tapmaq lazımdır. Bu H apofemi tapmaq da olar və yaxud tapmayıb da yazmaq olar. İstəsəniz başqa cür yazaq. Ümumiyyətlə bu üçbucaqlı piramidanın neçə üzü var? 4 üzü var, elə deyilmi? 4 üzü var. Üzlərin sayı n+1 düsturundan tapılırdı. n+1 düsturundan 3 4 üzü var. Üzlərdən biri oturacaqdır. Bu tərəfi A kök 2, A kök 2 olan üçbucaqdır. Biz ondan istifadə eləmirəm. Ondan istifadə eləmirəm. Çünki burada yan səthlidir. Yanda isə 3 dənə üzü var bunun. Hər bir üzü də düzbucaqlı üçbucaqdır. Fikir verin. Hər bir üzü düzbucaqlı üçbucaqdır. Tərəf deməli A-dır. Görürük A-dır. Bu da A-dır. Bunda bu A-adsə bərabər yanlıdır. Fikir verin. Baxın buna baxıram ha. Məsələn adlandırım. A, B, C üçbucağına baxın. Tərəfləri nədir bunun? ABC üçbucağının A və A kök 2. Təpədəyi müstəvi bucağı 90 dərəcədə axı. Deməli, bu tipli üçbucaqdan bu piramidada 3 dənə var. 3 dənə var. Onda mən üçünün də sahəsini toplasam, bu piramidanın yan səthinin sahəsini tapmış olaram. Bunda esyan bərabərdir 3 dənə S düzbucaqlı üçbucaq deyirəm. Buradan 3 vurulsun. Düzbucaqlı üçbucağın sahəsi katetlər hasilinin yarısıdır. Oldu bu şəkildə. Yəni 2-3 A kvadratı həmin bu piramidanın oldu yan səthinin sahəsi. Yəni bir də H apofemi tapmağa ehtiyac yoxdur. Yəni belə də yazmaq olar bunu. İndi bizə lazımdır. Bunu tapdıq biz. 2-3 A kvadratı. Bizə lazımdır. Esyan üstəgəl S oturacaq. İndi estamı tapmaq. Esyanımız var. Üstünə S oturacağı gəlməliyəm. S oturacağı da tapsam, oturacağı bərabər tərəfli üçbucaqdır. Sahəsi A kvadratı kök 3 böl 4'dür. A-da A kök 2'dir. Deməli bunun kvadratı vur kök 3 böl 4 yazmalıyam. Bu da eləyir 2A kvadratı kök 3 böl 4 ixtisar getsə A kvadratı kök 3 böl 2. İndi vəssalam. Bunun üzərinə də estamı indi tapıram. Estam bərabərdir esyan. Esyanım 2-3. Yuxarıda tapmışam A kvadratıdır. Üzərinə gəlirəm bunu. Yəni bunu, baxın bunu. Ortaq məxrəc eləyirəm. A kvadratı kök 3. Bunu da tapdım. İndi mənə deyir, tam səthin sahəsini yan səthin sahəsinə nisbətini tap. Yəni 2-də A kvadratını çıxartsam 3 üstəgəl kök 3. Bunu deyir, baxın, bunu deyir ki, bölün S yana. Yanda, bu da yuxarıda tapmışıq. 2-3 A kvadratı. Tərsinə çevirib vururam. Olur 3 A kvadratında 2. A kvadratları gedər. Buradan 2'lər də gedər. Qalar yeganə nə? Aşağıda 3, yuxarıda da 3 plus kök 3. Belə bir sual idi bu şagirdlər. Bu da çətinlik dərəcəsi artırılmış suallardandır. Görürsünüz, ard-arda neçənci sualdır ki, normal suallardır. Yəni imtahanda iştirak eləyə biləcək ən çətin tipli, ən pik suallar. Bundan o yazı düşməz. Formada düşər, bundan o yazı düşməz. Bunlara diqqətlə baxın. Diqqətlə hər birinə baxın. Görürsünüz, burada məsələn H apofemi tapmadım mən. Yan səthin sahəsi deyəndə yanda düzbucaqlı üçbucaqlar var. Neçə dənə var? 3 dənə var. Çünki bir üzü oturacaqdır. Bizə yan səthini soruşur. Yanda da 3 üzü var. Hər biri düzbucaqlı üçbucaqdır. Bunları toplasam esyanı tapmış olaram. Və elə elədik. Növbəti 22-ci sual. Piramidanın hündürlüyü verilib. Oturacağın sahəsi verilib. Piramidanın oturacağına paralel keçirilmiş kəsik təvədən belə məsafədədir. Kəsiyin sahəsini tapın. Bu sualdan biz işlədik, səhv eləmirəmsə. İşlədik. Görək hansı sual idi. Bir də yazmayacağım onu. Burada işləmişik. Eyni sualda özünüz işləyərsiniz. Haradaydı? Hə, 7-ci suala baxın. Eyni sualdır. 7-ci sualda necə eləmişəmsə, burada da elə eləyib işləyərsiniz. Özünüz taparsınız artıq bunu. Sadədir. 23'ə baxıram ona görə. 23. Hündürlüyü belə. Düzgün dördbucaqlı prizmanın oturacağının sahəsini tapın. Deməli, düzgün dördbucaqlı prizmadır.
Deyək ki, belə. Düzgün dördbucaqlı prizmanın diaqonalı 13'dür. Bunun uzunluğu verilib bizə 13. Hündürlüyü 7'dir. Bura 7 verilibdir. Düzgün dördbucaqlı prizmanın oturacağının sahəsini tapın. Oturacağın sahəsi. Oturacağı da kvadratdır. Bunun sahəsini tapmaq üçün əvvəlcə bunu tapaq. Bunu tapa bilərik də biz. Bura yazıram x. Ya da bu diaqonaldır. D yazıram. Olurmu? 169 bərabərdir. 7'nin kvadratı 49. Üstəgəl d kvadratı. Buradan da nə alınır? D kvadratı bərabərdir 120. Bunu tapdın. Kvadratın sahəsi də oturacağı kvadrat. Kvadratın sahəsi diaqonallar hasilinin yarısıdır. Yəni d kvadratı bölü 2'dir. Bunu da yerinə gətirin, yazın. 120 bölü 2 eləsin 60. Görürsünüz, bu nisbətən sadə sualdır. Cavab oldu 60. Başqa belə bütün sualların izahlarını verdim şagirdlər. İnşallah növbəti video dərslərimizdə görüşmək ümidi ilə bu bölmə, fəza bölməsi, fırlanma cisimləri, silindir bölməsi inşallah növbəti videonu da ona aid çəkəcəm. Mövzulara fikir verin, sualları samballıdır, vaxt aparandır, düşündürücüdür. Yəni şəkli düz çəkməyi tələb eləyir. Bunlarda ehtiyatlı olun və ən əsası düsturlarını öyrənin ki, ən azından düstur tipli hissələrdə çaşmayasınız. Hər birinizə uğurlar, sağ olun.